Bismillahirrahmanirrahim. Allaha sonsuz şükürler olsun ki uzun həsrətlə gözlədiyimiz gün gəldi, çatdı inşallah. Rabbimin dəvəti ilə Müteal Allah'ın Zariyat suresi 52. ayədə buyurduğu Fəfirru iləllah, qaçın Allaha tərəf. Allaha tərəf qaçın deyəndə imam buyurur, bu qaçış həcc ziyarətidir. İnsan öz Rəbbinə tərəf, öz Rəbbinin dəvətin qəbul eləyərək gedir bu ziyarətə. Allaha sonsuz şükürlər olsun ki, ildən ilə Qafqaz Müsəlmanlar İdarəsi həcc missiyası daha da təkmilləşdirərək inşallah həcc ziyarətin gözəl şəkildə Azərbaycan zəvvarlarının xidmətində durur. Allahdan arzu eləyirəm, Allah arzusunda olanlara, bəlkə bütün xalqımıza o mübarək ziyarət nəsib eləsin. Çünki bir xalqın ki, həcc ziyarətinə gedirsə, o Allahla rabitəsi var, bu ondan xəbər verir. Bu xalqın İslam'a, mənəvi dəyərlərə rabitəsindən xəbər verir. Allah gedən zəvvarlarımızı, hamısın İzzət-i Cəlalına an verirəm. Öz əmanəti kimi salamat aparsın, salamat qaytarsın və bütün arzusunda olanlara gələn illərdə heç bir əks təbliğatlara baxmayaraq həcc ziyarəti nəsib eləsin inşallah.